Peşə Festin Bakı mərhələsinin son mərhələsinə iştirak etdik. Ümumiyyətlə, əhalinin məşğulluğu demək, əhalinin rifahının dayanıqlı təminatının formalaşması üçün çox önəmlidir. Dövlət Məşğul Agentliyi tərəfindən biz əhalinin məşğulluğunun artırılması üçün, məşğulluğunun təmin olunması üçün geniş spektrli tədbirlər həyata keçiririk və heç şübhəsiz ki, bunların ən öndə gələni aktiv məşğulluq tədbirlərimizdən olan peşə yönümlü xidmətidir. Peşə yönümlü xidmətinin mahiyyəti bizim gənclərimizi, şagirdlərimizi, onların valideynlərini maarifləndirməklə onların gələcək əmək bazarına hazırlamaq, onların gələcəyin peşələri barədə məlumatlılığını artırmaq və bu istiqamətdə onların əmək bazarında mövqe tutmasına dəstək olmaqdan ibarətdir. Biz Peşə Festə yola çıxdığımız 11 regionda ümumilikdə biz 14 ixtisas və peşə əhatə etdik və bugünkü tədbirə qədər biz 60 minə yaxın şagird, gəncimizin iştirakçılığını təmin edə bilmişdik. Bugün də sizlərin iştirakı ilə təmin etdiyimiz və iştirakçılıq səviyyəsinin 10 minlərlə olduğunu gördünüz və bu peşə yönümü istiqamətdə bizim həyata keçirdiyimiz bu festivalın əsas məqsədi peşə yönümü sahəsində interaktiv bir layihəmizi həyata keçirmək idi və bu günlərimdə biz onu yekunlaşdırdıq.